Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Sizin üçün sınaq 1-nin izahatını vermişdik. İndi isə sınaq 2-nin izahatına başlayırıq. Sınaq ikinci sınağımız olar. İş tayfa birlikləri və dövlət qurumları, eyni zamanda Manna dövlətinə aid olan testləri işləyəcəyik. Başlayırıq testlərimizə. Birinci sualda qeyd edilir ki, Manna tarixini eradan 716 və 650-ci illərdir. Məlum məsələdir ki, 716-cı ildə Assuriya 2-ci Sarqon, 650-ci illərdə isə Aşurbanipal hücum edib. Burada 2-ci Sarqon yürüşü aid olmaz. İranzu bu dövrdə 650-ci illərdə yaşamamışdı. İzirtunun dağılması bəli. 716-cı ildə də və 650-ci ildə məsələn burada Sarqon, digərinin Aşurbanipal İzirtu şəhərini dağıtmışdı. Ona görə uyğun cavabımız C variantıdır. Digər ikinci sualda Kutilərin yaşadığı ərazi müəyyən edin. Kutilər Urmiya gölünün qərb hissəsində yaşayırlar. Burada da bir rəqəmli ərazidə göstərilib. Burada da A variantı uyğun cavabdır. Digər bir sualda Aratda Lulubi Kuti dövlət qurumlarına aid olan xüsusiyyətləri yazırıq. Ərazisində Urmiya gölündən Diyala çayına qədər olan Lulubidir. Deməli, burada 1, 2, 3 yazsaq, bu Lulubiyə aid olar. Diyala çayı A3-ə gedəcək. Sonra hökmdarın Maşmaş Ensi titulunu daşıyır. Əslində bu B heç birinə aid deyil. En və Ensi Şumerlərdədir. Maşmaş burada dini kahinə deyirlər. Aşur Mixiya Bəhrəli dağına qədər olan varlı Bəhrəli dağları olan, Aşuriyaya olan Bəhrəli dağları olan varlı ölkə adlanmışdır. Xeyr, yanlışdır bu. Hakimiyyətin seçim yolu ilə keçməsi Kutilərə aiddir. C2 aiddir. Hakimiyyətin daha doğrusu D bəndi D2 aiddir. Eradan əvvəl 3-cü minin birinci yarısında isə Aratda dövlət qurumu Y də 1 aiddir. Deməli 1-də Y, 2-də D, deməli 1-də Y olur, 2-də D, 3-də A. Doğru cavabımız D variantında verilmişdir. Digər bir sualda xronoloji ardıcılığı müəyyən edin. Urartunun 22 qalasının ələ keçirilməsi bu 716, eradan əvvəl 716, eradan əvvəl 716. Ulusunun hakimiyyətə gəlməsidir bu 716-cı illərdə. Azanın öldürülməsi 716-dır. İkinci Sarqonun böyük yürüşə başlaması 714-dür. Deməli, əvvəlcə olmalıdır. Azanın öldürülməsi 3 olmalıdır. Sonra 22 qalasının verilməsi 716-cı ildə, sonra ulusunun hakimiyyətə gəlməsi. Deməli, 3, 1, 2, bir də 4, Sarqonun böyük yürüşü 714-dür. Deməli, 3, 1, 2, 4 A bəndində verilib. Digər bir sualda, 5-ci sualda qeyd edilir ki, doğru mülahizə deyil. Manna haqqında ilk Aşur mənbələrinə verilib, doğrudur. 9-cu əsrə aid olan Aşur mənbələrinə verilir. Manna hakimiyyəti ilk keçilməsi İranzunun dövründən eradan əvvəl 7-ci əsrin ikinci yarısından başlamışdır. Yanlış cavab budur. Yəni, İranzunun dövründə ilk keçilməsidir, lakin 7-ci əsrin ikinci yarısı yanlışdır. Deməli, B uyğundur. Digər 6-cı sualda İranzu Azəb ordusuna aid olan xüsusiyyət. Canişinin sistemini İranzunun dövründə, İranzuya aiddir. Urartu ilə mübarizə uzun müddətli ittifaqda olub, bunlar heç birinə aid olmaz. Suiqəst nəticəsində 8-ci əsrin ikinci yarısına öldürüldü, bu Azadır. Uavuş tarixinin yaxınlığında məğlub olub, deməli, suiqəst nəticəsində 8-ci əsrin ikinci yarısında öldürülüb, 8-ci əsrin daha doğrusu deyir. 8-ci əsr, eradan əvvəl demir axı, bu 8-ci əsr deyilsə yanlışdır. Eradan əvvəl desəydi doğruluq götürərdik. Ona görə C-ni heç birinə götürmürük, D-ni götürəcəyik. D-ni 2-yə, Uavuş daxilində məğlub olub. Onun dövründə Urartu zəiflədi, bir də Mannanın daxil keçişlərinə qarşı bilmədi. Təbii ki, 714-cü ildə Assuriyanın Urartu üzərinə qələbəsindən sonra da Y də deməli 3-ə aid olacaq. Deməli, burada A, D, Y doğru cavab olar. 1-də A, 2-də D, 3-də Y variantında verilib. Digər 7-ci sualda yanlış variant müəyyən. Qonşu tayfalar Uruq şəhərini mühasirə edən zaman Emmerkar kömək üçün Aratda hökmdarına müraciət etdi. Bu yanlışdır. Deməli, daha doğrusu Emmerkar Aratda hökmdarına müraciət etdi. Doğrudur. Şumerlərdə Aratdaya qızıl, gümüş və lacivərd gətirdi. Əslində Aratdadan Şumerlər aparlardı. B uyğundur. Hökmdar Ensi titul daşıyırdı. Doğrudur. Yanlış istəyirdi bizdən. B-ni götürdü. İlhan Lama Aratların mühafizəçisidir, doğrudur. Aratda şəhər dövlət idi, doğrudur. Deməli, B uyğundur. 8-ci sualda deyir ki, uyğunluq gözlənmişdir. Manna dövlətin mərkəzləşmiş dövlətə çevrilməsi 9-cu əsrə aiddir. Xeyr, bu yanlışdır. 8-ci əsr İranzunun dövrünə aiddir. İkinci Sarqon Manna hücum etmişdi, Aşerinin ittifaqdan çıxmasına görə. Xeyr, ikincisi Aşerinin dövrü
İkinci Sarqona aid deyil. Aşeri 7-ci əsrin əvvəllərində olub. Bu zaman ikinci Sarqon hakimiyyətdə deyildi. Mana tayfasının adına rast gəlmişdi. Akademik yanlışda Aşur kitablarına rast gəlib. Burada D bəndində qeyd edir ki, Uşkay və Tarmax qalaları arasında yerləşən və yaşayış məskəni adlanmışdı. İlkılar evi doğrudur. Aşurbanipal bir tərəfi nail olmuş Midiyanın deyil, İskitlərin. Deməli, D uyğun cavab olur 8-ci sualda. Növbəti, deməli, 9-cu suala baxırıq. Eyler-Venn diaqramı əsasən uyğunluğu müəyyən edin. Aşeri və Ualiyə aid olan xüsusiyyətlər verib. Assuriya ilə ittifaqdan çıxıb. Bunların hər ikisi yox, burada daha doğrusu Aşeriyə aiddir. İttifaqdan çıxıb. Tam müstəqil xarici siyasət yürüdüb. Tam müstəqil xarici siyasət yürüdüb. Deməli, B də Aşeriyə aid olar. Urartunun aramsız hücumlarına məruz qalıb. Bunlara aid deyil, heç birinə aid deyil. Bu yanlışdır. Assuriya ittifaqı bərpa edib, Ualiyə aiddir. 7-ci əsrdə hakimiyyətdə olub, ortaq cəhd. Y bəndi ortaq cəhd olar. Deməli, AB, Y və D olar. AB, deməli, bir də olur AB, 2D, 3-də Y, deməli, uyğun cavabımız A variantında verilmişdir. Digər 10-cu sualda xəritəyə əsasən verilənlərdən hansı göstərilən əraziyə aid ola bilməz? Təbii ki, burada İskitlər göstərilib, Kimmerlər göstərilib, Albanlar göstərilib. Burada deyir ki, aid ola bilməz. Manna hökmdarı Aşerinin Midiyada azadlıq hərəkətinə kömək göstərməz. Bu İskitlərin dövrünə aid ola bilər. Bizdən isə aid olmayan istəyir, götürmürük. Assuriya Midiya və Babil tərəfindən təklənməsi də ola bilər. Çünki İskitlərin hakimiyyət dövründə burada götürmək olar. Məsələn, 612-ci ildə. Manna hökmdarının İskitlərlə müttəfiqlik münasibətlərini yeritməsi də ola bilər. Məsələn, Aşerin dövründə İzirtunun dağıdılmasını da götürə bilərik. Həminki dövrdə deməli canişin sistemi 8-ci əsrə aid olduğu üçün. Bu İranzunun dövründə isə bunlar İskit padşahlığı bunlar yox idi. Yəni Albanlarla bağlı. Deməli Y uyğun cavab olacaqdır. 10-cu sualda 11-ci sualda Assuriya ilə ittifaqı bərpa etmələri hansı Manna hökmdarları üçün xarakterikdir? İranzu ittifaqı pozmamışdı. Burada Azada pozmayıb. Aşerinin ulusunu. Amma deyək ki, Aşeri ittifaqı pozub, ulusunu bərpa eləmişdi, doğrudur. Amma Aşeriyə aid deyil. Burada ulusunu və Ualidir. Məsələn, ulusunu pozmuşdu, bərpa etdir. Uali də atasından sonra bərpa etmişdi, bəli. 12-ci sualda Manna əhalisinin sosial tərkibinə aid deyil. Kəndlilər var, qullar var, əyanlar, sənətkarlar var. Burada feodallar yoxdur. Manna qullar dövlətidir. Ona görə C uyğun cavab olacaqdır. 12-ci sualda və 13-cü suala baxaq. 13-cü sualda qeyd edilir ki, oxşarlığın düzgün verilmədiyi variantı müəyyən edin. Kutilər də Lulubilər kimi Urmiya gölün ətrafında yaşamışdılar. Kutilər də Lulubilər kimi Urmiya gölün ətrafında yaşayır. Bəli. Kutilər Urmiya gölün qərbində, Lulubilər cənubunda yaşayırlar, doğrudur. Sular və Turukkilər kimi türk mənşəli olurlar, doğrudur. Lulubilər və Kutilər kimi Akkad dövlətini süquta uğratmışlar, xeyr. Bu da Kutilər Akkadda süquta uğradıblar, Lulubilər deyil. Naxçıvan Gərgədə Araz çayının şimalda yaşayırlar, bəli. Naxçıvan və Mil Qarabağda. Arahda dövlət qurumu, Kuti dövlət qurumu kimi 3-cü minlikdə mövcud olub. Bəli, biri 3-cü minliyin birinci yarısında, digəri ikinci yarısında mövcud olub. Ona görə də burada C uyğundur. 14-cü sualda daha sonra baş vermişdir. Udakinin adına rast gəlinib 9-cu əsrdə. Zikirtu Mannanın ayrılması İranzunun dövrünə baş verib. 740-719, Sirdakka 714-dür. Deməli, bu lap əvvəldə düşür. Digəri isə bundan sonra da B də ola bilməz və C 714-dür. Bunu Mannanın şimal-qərbində vilayətlərin 1-ci Rusiyanın yürüşünə məruz qalması. Yürüşünə məruz qalması, deyək ki, bu da Sirdakka müqaviləsinə demək olar ki, yaxın bir tarixdədir. Ulusunun 1-ci Rusiyanın işğal etdiyi ərazilərin Urartuya verilməsi ilə razılaşması. Ulusunun 1-ci Rusiyanın işğal etdiyi ərazilərin Urartuya verilməsinin razılaşması bu Sirdakka müqaviləsindən əvvəl olub. Onlar Sirdakka müqaviləsidir. Sonra Mannanın şimal-qərb vilayətlərinin 1-ci Rusiyanın yürüşünə məruz qalması. Deməli,
yürüşünə məruz qalması C dəqiqə daha sonradır. Bunlardan daha sonra baş verir. Yəni C uyğun cavabdır. Yürüşlərinə məruz qalıb doğrudur. Urartuya verilməsi ilə ulusunun birinci Rusiyanın işğal etdiyi ərazilərin Urartuya verilməsinin razılaşmasıdır. C dəqiqə müqaviləsi daha sonradır ki, əslində bu həmin torpaqların geri qaytarılması barəsində saziş bağlanıb. Ona görə də C-ni uyğun götürürük 14-cü sualda. 15-ci sual. Manna mədəniyyətinə aid doğru fikir müəyyən. İranzunun hakimiyyət illərində Mannada canişin sistemi yaranmışdı. Bu mədəniyyətə aid deyil. Canişin sistemi mövcud olub, lakin bunun mədəniyyətə aid olan xüsusiyyətlərini soruşur olduğu üçün götürmürük. Hökmlərin məşvərəti Ağsaqqallar Şurası fəaliyyət götürür. Bu da mədəniyyətə aid deyil. Həsənlində qızıl cam üzərində təsvirlər. Mannada heroqlif. Heroqlif Ziviyədə gümüş sini üzərinə yazılardadır. Bunu da götürmürük. Ziviyədən tapılmış gümüş sinisi Mannada çox tanrılığın olunmasını göstərir. Həsənlidə qızıl cam üzərindədir idi. Ölülər dəfn edilən zaman onların yanına müxtəlif əşyalar qoyulur. Uyğun cavabımız Z variantı olur. Digər 16-cı sualda Arad da Lul və Qutu dövlət qurumları üçün təşkil etmir. 3-cü minillikdə yaranıblar, bəli. 3-cü milliyin birinci yarısında və ikinci yarısında hər ikisi 3-cü minillikdədir. 3-cü minillikdə də Suqda olublar, bu da uyğundur. İki çayrəsinin əlaqələri malik olublar, bəli, doğrudur. Arad çayının cənubuda Göyçə gölü ətrafında yaranmaları. Arad çayının cənubuda, burada Göyçə gölü ətrafında. Xeyr, Urmiya gölü ətrafında idi. Göyçə gölü deyil, çox tanrılı olublar. Uyğun cavabımız D variantıdır. Digər bir sualda göstərilən tarixlərin bir digərlərinə oxşarlıq təşkil etmir. 719, 650, 714, 829 və 740. Burada baxırıq ki, göstərilən tarixin və digərlərinin oxşarlıq təşkil etmir. Burada baxırıq, deməli, Aşur hökmdarlarının yürüyüşü ilə bağlıdır. Məsələn, deyək ki, 740, 719 Aşurların hücumuna məruz qalıb. Sonra 829-da Aşurun hücumuna məruz qalıb. 650-də də məruz qalıb. Burada fərqli olan 714, yəni C daha fərqlidir ki, burada Urartu üzərinə yürüyüşü ilə bağlıdır. Yəni, ona görə də burada C variantını uyğun cavab olaraq götürəcəyik. Urmiya gölü ətrafında yaşayan tayfalardan deyil, sular var Urmiya gölünün cənubunda. Turukki su tayfaları cənubda yaşayıblar, Lulubilər cənubda yaşayıblar, Kaspilər Xəzər dənizi sahilində yaşayıblar. Ona görə uyğun cavabımız D-dir. Kutilər isə Urmiya gölünün qərb hissəsində yaşadıqlarına görə bunu götürmədik. Deməli, D uyğun cavab olur. 18-ci sualda və növbəti 19-cu sualda xronoloji ardıcılı müəyyən edin. Şuandahova durduq qeyridən vəli 719, Sarqonmanı böyük yürüyüşü 714, Aşurbanipalın hücumu 650, Aşirin öldürülməsi isə 650-ci ildədir. Amma burada uyğun cavab əvvəlcə olmalı Şuandahova durduqqa 1-i götürürük. Sonra böyük yürüyüş 2 götürürük. Sonra Aşurbanipalın hücumudur. Aşir ardıcıl gedir deməli elə A variantı. Aşir üsyan nəticəsində öldürülür A variantıdır. Asur hökmdarı Aşurbanipalın hakimiyyətdən getməsindən neçə il əvvəl Manna hökmdarı Aza hakimiyyətə gəldi? Aşurbanipalın hakimiyyətdən getməsindən neçə il əvvəl deyir ki, Manna Aza hakimiyyətə gəldi. Deməli, Aza hakimiyyətə gəlib eradan əvvəl 716. Aşurbanipalı da təxminən 650 götürsək, deməli, burada 50 götürsək, burada indi deyək ki, Aşurbanipalın hakimiyyət illəri deməli, getməsə neçə il əvvəl Aşurbanipal sonuncu hökmdar idi. 716.